deputat sahibkar ola bilməz də. Bizim deputatlarımızın əksəriyyəti sahibkar. O nəyin hesabatını verəcək ki bizə? Nəyin açıqlaması? Mən də sizə sual verirəm. Nəyin hesabına sahibkar olur? Hansı hesaba sahibkar olur? Hələ o hesabı qoyuram. Bizim deputatlar başqa yerdə başqa işlə məşğul ola bilməz. Bizim deputatlarımızın bir dənə çaya verdiyi məbləğ 200 manatdır ya oturanda. Yəni biz nəyin şəffaflığını axtarırıq? Onlar yəni dediyim... Maaş da artdıqca deyirlər maaş. Çişli adamlar da, mən də dediyim odur ki, çişli adamlar, çişli adam da. Yəni bu hesabat məsələsini gözləməyin, həqiqətən gözləməyin. Ay sizin, biz nəyə gözləyik? Parlamentdən gözləməyək, hökumətdən onu gözləməyək. Baxın, bizim hansı məmur həbs ediləndə, məsəl üçün, hesabatın verdi ki, mənim necə olur ki, 70 yerdə evim olur? Necə? Bu hesabatın verən olur mu? Ne qədər bizə verən olmuyor. Bir şey bilirik. Dövlət büdcəsi talandı. Bunlar milyardlarını ya xaricdəki banklara qoydular, ya burada hansısa bir şəkildə qohumlarının adına özəlləşdirdilər. Baxın, şəffaflıq o zaman olur ki, onun hesabatını sən verirsən. Mənim altımdakı maşınım, bax indi deyirsiniz ki, bir nazirin sevgilisi Ağşəhərdə nə bilim 4 otaqlı ev var. Düz indi mən bilmirəm hansı nazirdən gedir, kimin sevgilisine gedir. Nazir deyil, nazir vəzifəsindən də böyükdür. Nəysə özü bilir. Sədrdir. Nəysə. Ailələrə dava salmayaq. Salmayaq, yazıqdır. Yozdakı davadan akşam. Yəni mən dedim. Nəysə, mən bilmirəm kim kimin sevgilisidir, kim kimə nə alır. Amma bircə bildiyim odur ki, yəni bu reallıqlar var sizin dediyiniz kimi. İndi kimin arxasında kim dayanır, kimin önündə kim gedir, onları da bilmirəm mən. Çünki biz belə deyək də öz zəhmətimizlə cırmaqlaşa gəlib çıxan adamlarıq da.